Ümumiyyətlə, son illərin tendensiyasıdır insanlar daha yaxşı, firavan, komfortlu yaşayış təmin etmək üçün müxtəlif metodlara, müxtəlif yollara əl atırlar. Bunlar arasında da xüsusilə də ən ilkin variantı təhsil və yaxud da ki, müəyyən ixtisaslaşmalara yiyələnərək beynəlxalq təşkilatlarda və yaxud da ki, beynəlxalq qurumlarda özünə iş tapmaq və yaxud da ki, öz həyatını təmin etməkdir. Bu məqsədlə də xüsusilə də gənclər ən ilkin variantda oxumaqla bu problemi, bu boşluğu doldurmağa çalışırlar və oxuduğu ölkələrdə xüsusilə də Şərqi Avropa, Qərbi Avropa və ya da Amerikaya müraciət ediblərsə, həmin ölkələrdə təhsil aldıqdan sonra öz ixtisasları üzrə həmin sahədə işləməyə daha çox üstünlük verirlər. Buna da konkret olaraq maraq və yaxud da ki, məqsəd burada konkret olaraq gənclərin həmin ölkələrdə daha yüksək əmək haqqı əldə etməsi və yaxud da ki, maddi şəraitinin daha yaxşı təmin olunması ilə bağlıdır. İkinci bir məqam isə onunla bağlıdır ki, bəzən Azərbaycanda heç bir ixtisası olmayan gənclər də yardımcı vəzifələr, xidmət sektorunda işləmək üçün Avropa və Amerika ölkələrinə xüsusilə də işləməyə gedirlər. Bu da müəyyən qədər həmin gənclərin oradakı firavan həyat şəraitini, yüksək əmək haqqını, gəlirlik səviyyəsini gördükdən sonra Azərbaycanda az əmək haqqı ilə minimum o Avropanın standartlarından belə aşağı olan əmək haqqı ilə Azərbaycana dönüş məsələsi artıq müəyyən qədər sual qarşısında qalır. Belə olan halda gənclər öz həyatlarını orada davam etmək üstünlük verirlər. Bu, həm təhsil sektorunda, həm qeyri-təhsil sektorunda, həm miqrant işləmək üçün gedənlərin arasında daha çox Azərbaycanda tendensiyalı. Bu, təkcə Azərbaycan üçün deyil, Şərqi Avropa ölkələri üçün də, Asiya ölkələri üçün də və s. daha çox özünü göstərir. Necə ki, dünya ölkələri üzrə, məsələn, Azərbaycanlılar daha çox Türkiyəyə, türklər Şərqi Avropaya, Şərqi Avropalılar Qərbi Avropaya, Qərbi Avropalılar Amerikaya miqrant kimi işləməyə, oxumağa, təhsil almağa və yaxud da ki, orada yaşamağa üstünlük verdikləri kimi bu tendensiya Azərbaycan əmək bazarına da Azərbaycan gənclərinin həyat tərzində də bir qaydaya, sanki son zamanların bir qaydasına çevrilir. Və bunun da nəticəsində ölkənin ixtisaslaşmış xüsusilə də gənclərinin müvafiq sahədə bilib, bacarığa formalaşmış gənclərin xaricə miqrant kimi köçməsi, orada yaşaması ölkənin intellektual kapitalının, qərbə axımının yüksək qalmasına səbəb olur və nəticədə Azərbaycan əmək bazarında xüsusilə də beynəlxalq standartlara cavab verən ixtisaslı kadrlara həmişə böyük tələbat yaranır.